Və yenə də müayinədəyik. İndi də Sənət Zəfərovun qabına gəlmişik. Görək nə olacaq. Yoxlatdırdıq. Gəldi, oturduq. İndi də şaurmada görək nə yeyirik. Su açılır. Sular kəsilib. Bəli, sular kəsilib. Bu bəyin 2-ci dərəcəli skalyozu var. Ayağına 200 manatlıq ayaqqabı yazdılar. Yox. Safiqdə də gəlir. Hələm üstə gələn şey də yazdılar. Onu safiqdə gətirir. Nədir onun adı? Bayan adı. Onu safiqdə gətirir. Bizə də gətirəcəklər. Yaxşıdır, hay salma. Restoranda su gəlmir, biabırçılıqdır. Çox sağ olun. Bunların... Gəlmişik, yeməğimizi demək olar. Biraz qanımızı qaraldıblar, amma neyin yemək olar? Sabahınız xeyir qızlar, necəsiniz, keyfiniz, halınız? Səhər açılıbdır, yeməyimizi yemişik, yığışdıracağım inşallah. Ancaq ki, nə demək istəyirəm? Deməli, necə gözəl hava var, görürsünüz, adam istəyir ancaq gəlsin. Bugün biz yenə həkimə gedirik. Nə həkiminə? Ürək həkiminə. Bəli, mənim oğlumun dünyaya gələndə ürəyində, bilmirəm, klapan bağlanmamışdı, yoxsa nə olmuşdu, mən hələ özüm də tam tuta bilməmişəm. Diaqnozları var əslində, yəni sənədləri falan var. İndi o sənədləri tapacağım, bacılar, gedəcəyim həkimə. Mən hansı həkimə aparıram deyə 100% soruşacaqsınız, ona görə də indidən deyirəm. Mən Natəvan doktorun yanına aparıram. Ta körpə vaxtından həmin həkimin yanına aparmışam. Həkimimiz hal-hazırda Sumqayıt Hospitalda işləyir. Ancaq əvvəllər işləyirdi Realda. Sumqayıtda da Real var, orada işləyirdi. Və bu gözəl şkafda divanın altını qaldırıb, oradan indi bizə lazım olan həmin o illərin mən sənədlərdir, sonra bu toy albomu falan hamısını qoymuşam bura. Hətta öz məzun sənədimdə. Sənəd deyəndə buna nə deyirlər. Neysə, məzun kitabçaları da oradadır. Və bizə indi lazımdır uşağımın sənədi. Uşağımın sənədi hardadır? Deyir indi, bu eşeğe çıxsın palçıqda. Mən buradan bunu nətər tapım. Orada gül kimi şey olanda, stol altı olanda. Bunları zadı qoyurdum bura. Uşağımın balidiyalıq şəkilləri, burasına dönüm balamın. Uşağımın üstünə vaxtında düşmədim, indi qalmışam ortaqda. Bu hələ birinci dəfə şəkil çəkdirmişdik, uzi şəkli odur. Balam hələ burada adam olmamışdı. Burada amma birinci şəkildir. Baxın, bu mənim çuqulumun lap birinci dəfə evə gələndə olan şəkildir. Yoxsa bilmirəm, xəstəxanada bükürdülər. Onda çəkdiyim şəkildir. Tonum dünyaya tezə gəlmişdi. Birinci paltarıdır balamın. Bu da birinci dəfə evə gələndə yemək yeyirdi. İç yediyi yemək. Balamın, kubunulalan balamın. Bu da yenə evə ilk dəfə gələndə çəkdirmişdik. Bu paltarını saxlamışam. Mənim tonum. Bu da bizim tortlarımız. Birini özümüz pişirmişdik. Birini də xalam gələndə pişirmişdi. Ama bilmirəm, bu bizim pişirtdirdiyimizdir, yoxsa xalamın pişirtdirdiydi. Balamı göstərim də day açmışam. Mənim tonumu görürsünüz, necə şirin olub, şirin. Poşuq balasıdır, poşuq. Ona görə də bu sümükləri indi dözmür buna, haya sizin. Gərək bunu ürək həkiminə, böyrək həkiminə, bütün həkimləri gəzdirək. Bu da yaşıllara bizdə təzə tikilirdi o vaxtın. Getmişdi elə belə baxmağa. Bu da mənlə getmişdi, bu haya siz. Burada da balamın dişləri çıxmışdı. Özdə çoxlu şarları var idi. Bu 2 dənə şarın yanında çəkdirmişik, o birisləri yoxdur. Motanım, balacalıq şəkilləri balamın. Bunu rozvu rəngi almışdım. Uşaq da biraz elə bil tündləşmişdi, nə isə. Bu rəngin içində o qədər qara görsənirdi. Normalda ağ rəngli uşağım mənim. Anasının həvəsli vaxtları şəkil çıxartdırırdım. İndi neçə vaxt şəkil çıxartdırmıram. Bu da Antay şəkilləri. Motalım. Vaxt eləyib deyirəm, elə şəkil çıxartdırım. Amma eləyim, eləyəmirəm. Bu da mənim motalımdır. Baxın, görün necə şirindir, şəkərdir, tondur, motoşdur. O seni qoban olum, doduqlarını yesin mama. Haya sizim. Kaş ki o illərə qayda bilərdim.
Balamı daha çox vaxt ayırardım. Daha tez üstünə düşərdim. İndi belə uşağım da əziyyət çəkir. Mənim əziyyətimi də demirəm onsuz. Məncə heç motalım mənim, tontonum mənim, bosuna dönərəm sənin mən. Neyse, agitasyon eləməyik. İçimizin yağları eridi şu an. Bu nədir? Bu da yeni şəkillərdir. Baxaq görək burada nə var. Deyir ki, ana olanda insan daha bir farklı düşüncədə oluyormuş. Bizdə də o vaxt o qədər sıxıntılar oldu. Uşağın dərmanı, o su, bu su, rasxodu. Məcbur qalırsan, işə çıxırsan. İşə də çıxandan sonra bacı, uşaq qalır ortalıqda. Nənə də baxsa, baba da baxsa, hər kim də baxsa, yenə də uşaqda narazılıq olur, nasazlıq olur. İndi baxaq onu, çıxarda bilsə inşallah. Hə, çıxartdım. Uş, yıxıldım az, bu nədir? Uy, ayağım ağrıdı. Qocalmışam az mən. Hə, buradan açaq görək, bu nədir? Bu nədir? Ödünç tapşıyor bunu. Ay balam. Uşağımın ürəyinin sənədləri burada olmalıdır. 30.08.2025. Hə, bu axırıncı dəfə Hacısoy Toğrul Səbihoğlu. Bu nədir? Böyrəklər, dalaq, mədə-altı vəzi, öd kisəsi, motalımın orqanlarıdır bunlar. Bizə lazımdır ürək. İncə ürək tap buradan deyir, ürək. Ürəyi məncə bir yerə yığmışdım. Amma yenə də, hə, bir budur. Deməli, Toğrul dünyaya gələndə qoyulan diaqnozu indi sizə göstərəcəyim bacılar. Deməli, o dünyaya gələndən bu günə 4 dəfə echo elətdirmişik. Bu axırıncı elətdirdiyimdə Elnur İmanova elətdirmişdim, amma heç razı qalmadım. Yəni, bütün əsəblərimi korladı həkim. Bir qəpiklik də işi yoxdur. Perinatal mərkəzdə işləyir, yəni uşaqları da bir qəpiklik baxmırlar deyim sizə. Yəni, baxsaydılar əgər mənim uşağım bu dəqiqə deməm, həmin dünyaya gələn vaxtı uşağımın ürəyində problem olmazdı. Həkimi çağırırlar aşağı gəlsin. Həkim deyir ki, daha doğrusu uşaqları gətirirlər aşağı ki, həkim yoxlasın, deyir bu uşağın problemi yoxdur, bunu nə gətirmişsiniz? Daha demir ki, uşaq dünyaya təzə gəl baxıb, bəlkə problemi yaranacaq. Mənim də uşağıma elə baxmamışlar. Sonra mənim uşağıma 40-ı çıxana yaxın həkim gəlmişdi evə. O yoxladı, ağzının qırağında göylük vardı. Onda dedilər ki, bəs sənin uşağın ürəyində qüsur var, get həkimə. Hə, baxın belə. Nəysə, yəni həkimlərin hamısını deməyim, bir əksəriyyət bir hissəsi, yəni insanı çox belə incidir, bezdirir. Bu da davamlı olaraq Sumqayıt Hospitalda verdiyimiz məlumatlardır. Belə bir şeydir. İndi Allah qismət eləsin, bu gün də gedək görək, bu gün nə deyir. Bu vaxta qədər 4 dəfə keçmişik deyəsə, 29.02.2020, həm bu birinci dəfə keçdiyimizdə, birinci dəfə keçəndə baxın, buydu. İndi bilmirəm də, yəni bu tam aydın olmur da, mən həkim olmadığıma görə dəqiq bilmirəm, burada söhbət nədən gedir. Və bu nədir? Qoy görüm, deyəsən bundan da əvvəl oldu. Laf birinci budur. Hə, bir aydan sonra yeni salmışıq. Bu budur. Birinci budur, ondan sonra da o birisilərdir. Bunları da saxlamışam ki, lazım olanda həkimə aparmağa. Deyir ki, 4 dəfə Sumqayıt Hospitala aparmışam. Sumqayıt Hospitala indi Natavan doktorun yanına aparmışam 4 dəfə. Bir dəfə də Elnur İmanovun yanına. İndi yeni yığırıq sənədlərimizi aparaq Natavan doktorun yanına. Çünki o daha yaxşı müayinə eləyir, daha yaxşı müalicə yazır. Mənim uşağımı kaptopril ilə sağalıb. Təsəvvür edirsiniz, kaptopril ən belə şey dərmandır da, ucuz, ən asan tapılan belə dərmandır. Onunla mənim uşağımı sağaltdı. Allah onun köməyi olsun. Amma birisi həkimlər harda nə bahalı şeylər var, yazıb doldururlar. Elə bir cəmat pul kəsən maşın işlədir. Nəysə, gedək görək nə olur. Əvvəllər desin 40 manat idi qəbulu, indi 60 manatdır. Və mən hazıram. İndi isə son olaraq Toğrul bəyin dırnaqlarını tutacam. Gedirik. Açqı nə? Şeyin üstünə bax, bala. Elə bir bu güzgü silinmir də, yəni. Elə bir hala gətirmirsən. Gəl bura dırnaqlarını tutaq. Açqını mən tapacaqdım.
Bəs mən nə taxım yaxşı? Bəs mən nə taxım? Cəbra birinci silim dırnaqlarımı, çeyliyim dırnaqlarımı. Bunu taxım. Yox, başqasını taparam, taxarsan, gəl. Və hazırıq, gedirik. Toğrul bəylə hara? Hara gedirik? Həkimə. Sən bu aralar həkim gəzməkdən bir təhər aldın. Amma həkimə getmək istəmirəm. İstəmirsən? Mən həkimə getmək istəmirəm. Evdə görürsünüz də mənə dərs öyrədirlər. Həkimdə bir dənə uzansam, mis kimi olayıb, bir dənə dərs də gəlir. Dərs oxumamağın dərdinə uşaq həkimə getmək istəyir. Düşünün yəni. Onunla nə edirsən? Babam bəy. Hava da isti görünürdü amma səhərində üşüdüm mən. Üşümədin? Niyə? İstedi. Axı mən üşüyürəm. Mən şurum. Gəlmişik də başqa bir xəstəxanadayıq. Toğrul bəyin gedək oturaq, ürəyini yoxlatdıracaq. Gözləmədəyik. Hər zamanki kimi. Nə deyirsən? Telefonu ver. Olmaz. Telefonu ver. Gözlərə ziyandır. Ürəyivə də onunla bərabər. Gözün ürəyi yoxlatmağa gəlmişik. Mənim heç ürəyim ağlamır. 3 gündür bütün həkimləri gəzirik. Mən ürəyim ağlayır ki, bunu cıracam. Bəs ayağıma dedilər axı ağrıyır ürəyi. Yox, ürəyim ağlamır ki. Bəs ayağın ağrıyır. Qarın ağrıyır. Heç Və biz niyə xəstəxana gəzirik? Hı? Müayinədən çıxmışıq qızlar. Şükür Allah'ın bu günə ürəyimizdə bir problem yoxdur. İndi də gedirik. Hara gedirik Toğrul? Gəl. Yılmaq olmadı. Niyə qırırsan ki? Sən ağacsan, nə işin var? Yazıq deyil. Gəl avtobusu gözləyənlər də var. Gəl biz də gedək minək. Nədir o qəşəng olan? Gəl. Çox əlam. Başqa Çətdə kim nə? baxacaq sənə? Çətdə kim baxacaq? Babam. Hə, baban sənə nətər baxsın? Yaxşı görüm. O qədər adam baxır sənə. Hə, baxacaq. Nə bilim, vallahi heç kim mənə deməyib Niyə göndər baxıb doğru da baxın. baxacaq? Heç kim ailə söz deməyib. Qoy gözdə görə burada çönəklərin içəridir, gözdən. Yeni mağazalar açılıb. Görürsünüzmü? Siz heç bunları görmüşdünüzmü? Kompüter satışı və təmiri. Bazar ətrafı gəzməkdən ötürü ürəyim gedir. Neysə aldım, almadım, fərqi yoxdur. Heyf evimizi bura daşıya bilmirik. Çox böyük məmnuniyyətlə gəlib burada yaşayardım. Yoldaşım da razı olmur ki, gəl oranı kirayə verək, buranı kirayə götürək deyirəm, razılaşmır. İcazə ver ana qurban, qoy bir dənə baxaq. Hələ bir dənə məktəb qeydiyyatı yeri tapmamışıq. Yaxşı da, quşqanmış. Qabaqda bir de burada. Girək görək burada neçə eləyirlər. Məktəbə qeydiyyatı maraqlıdır. Uşağım kitab yerinə baxmaq istəyir. Bax ürəyim, gözünün qurdunu ördür. Nə axtarırsan? Ruçka. Ruçkanı bu dəqiqə neyinirik bala? Qoy yerinə, ruçkamız var. Qoy ömrüm. Məktəbə gələndə onsuz da alacaq. Qoy ömrüm, qoy. Qoy baxaq görək qabaqda nə var, qoy. Qəşəngdir. Yiyəsinə qismət. Qoy karandaş da o ruçka deyil, qoy yerinə. Qoy, sütü. Nə almay bala? Nə gördü deyir elə al. Nə? Gəl 12 vərəqli dəftər alaq. Dəftər alaq. Gəl 12 vərəqli dəftər alaq 2-dən. Dəftərdən ana dil dəftəri. Yoxsa müəllimə ilə danışıq sonra alaq. Gəl müəllimə ilə danışıq sonra alaq. Nə qəşəngdir buralar. İndi gəlmişik Toğrul bəyə paltar almağa. Getmirsən. Toğrul bəy toya hazırlaşır. İstəmirəm, hazırlaşmıram. Nişana hazırlaşır. Hazırlaşmıram. Görsən. O bəbə də sənin kimi zıqqıldayır. Mən qızdıyım. Bən eynirsən? Yorulmuşam. Hər şeydə endirim yazı var, amma içərisi girsən endirim ayda. Heç zad yoxdur.
Keç. Bura baxaq. Baxsın. Şəkli çəkim nənə də baxar. Bax mənə. Bax mənə. Arxadan dur. Arxadan dur, arxadan. Qısa qollarla Dur orada. materiallarını göstərim. Bax, Bunlar toya da paltar aldıq. İndi gedirik öyə. Öyə gedirik, öyə. Yaşıl. Ay yaraş. Hara gedirsən? Nə iş görürük? Gəlmişik nənəmizgilə. Ana, bunu da işlətəbilirsin. Bütün evi bir-birinə qatdıqdan sonra son olaraq sata kraska qoymağa çalışırıq. Görək nə çıxardacaq ortaya. Sən də Yaxşı olmasa qaynananın saçı qəşəng alınmayacaq. Sən də qısqa yesən. Yerinə niyə qoyuruq? Kəlmə də taxın bundan, yoxsa deyərmə? 1, 2, 2, 2. Deyirəm. Sən nə? belə çəkmə bax. Hə, çox deyəndə normalda necə yeyir? Get. Get nənə deyir, get kremi gətir. Mən nə bilim o halda. Sabahınız xeyir qızlar, necəsiniz? Bu günləri də hazırlaşırıq. Gedək, dırnaq elətdirək, paltarlara baxaq və sair işimiz çoxdur. Ona görə də izləmədə qalın. Burada toyuğu atmışam üstə qaynasın. Bu inşallah həlməl olandan sonra bunu supun eləyəcəm. Çünki həkim torla tapşırıbdır. Düzdür, torla hələ ki lap belə çox vaxt ayıra bilmirəm nişanla bağlı. Ona görə hələlik müvəqqəti belə. Hava biraz sərindir. Gördüyünüz kimi və paltarlar asılıbdır. Bizim Novxanı çuxul prostilalarımız. İnşallah ki buradan dırnağa gedəcəm birinci. Baldız dırnaqları eləyəcəm bacılar. Baxın, dırnaqlarım belə hal-hazırda. Çox uzanıbdır. Mən belə uzun xoşlamıram. Plus da ki belə qabağa da burası da çox gəlibdir. Onda da səliqəsiz görsənir. Gedəcəyik baldız dırnaqları eləməyə. Siz də maraqlı ideyalarınız olsa yazarsınız şərhdə. Və burada isə gedək zala. Zala gedək, görək zalda nə var. Salamatçılıqdırmı? Zalda da sənət sünnətlərimiz var, ay bacı. Dünənlər uşağın bu təhsili ilə bağlı biraz işlərimiz var idi. Ona görə sənətlərimizin hamısı ortalıqdadır. Gedim gəlin bunları yığışdıracam. Narsız da yığış eləməkdən yorulmuşam. Bu da mən kontrabasda. Doğrul bəy də oyunu oynayır. Və əynivi geyin desəm də geyinmir. Mən gözləyir ki, gəlim onu özüm geyindirim. Hə, Toto? Ürəyim. Şənə Quban. Sən niyə səhər tezdən durub belə lütətcə dayanmışsan burada? Axı buranı açmışam mən havalansın deyə. Bu da Novxanın çuxul prostilalarının qalanıdır bacı. Biz Novxanıya paltar qurutmaqdan yorulduq. Evimiz bütün nəmişlikdir Novxanıya görə. Bizcəm yay gəlsəydi, mənim canım qutarsaydı bu çuxul prostilalardan. Yay gəlsəydi mən də belə lüt gəzərdim. Lüt gəzərdin, olsa sən lüt gəzirsən də bəyəm bu paltar geyinirsən əyni. Çayımızı götürdük. Ayıb olsun sən. Gedirik yataq otağına. Çünki buranı yığışdırmaq lazımdır. Hazırlıq görmək lazımdır. Və əynimizi dəyişmək lazımdır. Belə. İndi davam eləyək. Hazırlaşdıq, bu bəydə-daşla gedirik. Bu oğlan mənim ömrü mənə təcrübsə 5 gündür həyatımdan çıxmır da. Yəni ayın 11-dən mən qayıtmışam. 11-dən də biz bir yerdə gəzirik. Yapışıq ikizlər gibi. Tez elə bas gedək. Sən dırnaq çəkdir. Nətər dırnaq çəkdirəsən? Sən də qəşəng dırnaq gedir. Nəysə, gedirik dırnağa. Gəl. Buradır, yaxındır. 5 metrlikdən uzaqdayım. Taksi burada saxlayardı. O da çox bəli. Bir manat 50 qəpik pul vermişik taksiyə, xəbərim var. Taksi bizi ürəyində söyür, Allah bilir. Ki, niyə 1 manat 50 qəpik vermişsiniz deyə. Və gəldik, çatdıq. Gözümün yaşına bax. Nə dalaşırsan onu? Sarı olsaydı qəşəng olardı. Sarı. Mavi olsaydı mavi də olardı. Mavi Mavi deyil, oradakı mavi. Mavi heç biraz şeydə xürəyim. Ağlarımızı elətdirdik, gedirik indi də bazara baxmağa. Görək bazarda nə var, geyinməyim.
Qaçdıq, gəl. Uçum. Biz indi gedirik paltarlara baxmağa. Bu oğlan da mən girinz qoyubdu. Altaya baxmırız. Qum saatına baxaq. Qum saatı da alacaq, amma paltarlara baxaq da əsas. Amma birinci qum saatına baxmasan əl çəkməyəcək. Necə hora yox, Sevda nənəyə baxırıq ki, paltara baxsın. Necədir, yaraşdı, yaraşmadı. Bu oğlan məni çərrətdi. Qum saati var. Əcə bura. Burada deyil. Qabaqdadır. Bir şey yedim. Neynəyəsən? Böyle. Böyle yesən. Bu da mənim xalamın yerdə. 2 nöqtə. Ayağım çıxdı yerindən. Uy Allah, qarnıma baxaz. Bu nədir? Nətər dartmısınız hala? Hələ qızlar, gedirəm indi konsu yerinə baxmağa. İlki lazım olan əşyalar var. Yarımçıq qalan işlərimiz var. Onlara baxmağa gedirəm. Görüm tapa biləcəyəmmi. Öz paltarım üçün baxdım. Bəyəndim var. Usta dəqiq bilmirəm. Onu götürəcəm. Yoxsa yox. İndi qaldı xonçamız. Xonçamıza da baxaq görək nə olur. Və qaydırıq evə. Gəldik, evə çıxdıq. Aldıqlarımı sizə göstərim. Bir dənə çörək və düşbərə. Başqa heç almamışam. Çünki hələ də baxdım da, yəni. Bu baxmaq məndə nə vaxt qutaracaq, bu nəyin rahatlığıdır, mən də bilmirəm. Yenə də baxdım və də hələ də işini almamışam. Belə bir düşbər aldım. 2 dəfə də yoxlayacaq, görək hazır düşbərin dadı necə olur. Evdə heç nə yox idi yeməyə. Daha doğrusu toyuğu qaynatmışdım. Sadəcə pişirmək uzun dərə olacaqdı. Fikirləşdim ki, yorğun gəlmişik, ac olacaq. Luça şey dedim, birinci düşbərəmizi eləyək. Axşama da toyuğu pişirərik. İnşallah axşam yemək eləyərik. Qızlar, yeməyim hazır oldu. Yemişəm. Demək olar bu qədər qalıbdı. Amma sizə deyim ki, qəşəng deyil də, yəni ideal deyil. Əgər fikriniz varsa almaq biləsiniz. Hazır düşbərə evdə hazırlanan kimi dadlı deyil. Bunu təxmin edirdim, onsuz da belə olmayacaq, amma bu dərəcədə fikirləşmirdim. Çünki xəmiri çox qalındır. İçərisinin əti də ümumiyyətlə deyəsən heç yox dərəcəsində bir şeydir. Bu içərisindəki ət mal ətinə oxşamır. Deyəsən toyuq ətidir. Yəni mən prosta aclıqdan ölməyim deyə aldım ki, nəsə yeyim də, yəni. Amma gəlin bir yerdə biləndə baxaq içərisindəki nədir. Benim içərisi də açıq rəngdədir. Nə bilim, mal əti bu qədər açıq rəng olmur axı məncə. Nəsə belə içərisinə də ədviyyat qatıblar, bilmirəm nə ədviyyatıdır. Opuşum belə. Yesiş doğal sos, biləsiniz. Ana düşbərəsinin yerini vermir. Durum özümə çay süsüm içim. Toğulun səsi gəlmir. Bu niyə belə səssiz rejimdədir bilmirəm. Onu da yeməyin qoymuşdum çölə. Dedim biraz sərinləsin. Çünki ona isti yemək verəndə çox əsəbləşir. Deyir, mənim yeməyimi istedi. Mən bunu yeyə bilmirəm. Yeməyə də baxır, bütün əsəbləri bozulur ki, yeməyi yeyə bilmir. Axı üz-üzə qalıb yeməklə, amma yeyə bilmir. Onun dərdindən onu göstərməmişdim. Qoymuşdum çölə ki, soysun. İndi soyuyubdur, yaxşıdır. Polunu onu yeyə biləcək istilikdədir. Aparım, uşağım da yesin. Əslində heç istəmərəm, bunu yedistirəm ona. Amma dediyim kimi bu dəqiqə başqa variantım yoxdur. Elə bunu yesin, az qalmasın, eyb yox. Axşama sup eləyəcəm toyuq ətindən. Sonra da gəlmə özümə çay süsümü içim. Çölə çıxdın, gəldin, ümumiyyətlə leş düşürsən də, qızlar, bilməm, pis eləsi yoxsa. Sumkası burada, ayaqqabısı burada, özü də burada. Özü də burada, özünün basına dönüm mən. Şən qadan alım mən. Çevirim, göt yeməyi. Nanə tökmədim. İstəyirdin nanə, yoxsa yox? Bəli. İstəyirsən? Yaxşı. Buranı niyə bağlamısan? Bunun içərisinə sənədlər qoyacaqdıq. Dödüm var, mən dağıdıb tökürəm. Görürsünüz qızlar, mən bu evdə dağıdıb tökən imişəm. Bu uşaq yığanmış. Bizim evdə
pastellərə baxmayın bundan sonra. Çünki həmişə pastel olacaq. Yoldaşıma deyirəm, ay balam, nə vaxt bizim bu pastel şeylər yığışacaq da, Noxanın veşləri. Deyir, nə vaxt biznesi bağlasaq o vaxt. Deyirəm, yaxşı, onda heç vaxt bağlama, eyb yox. Ən azından biraz xərclərimizdən ödəyək. Sonra baxarıq, görək, nə edirik. Aslandan ötürü yayı. Məncə başqa şeyə baxaq da. Mən də gəldim, axı yorulmuşam. Çay içirsən, çay da gətirim. Gedək, bir 3 qrup vuracaq topşun bu günlər. Canım dırnaqlarım. Gördünüz də dırnaqlarım. Mənim baldız dırnaqlarım. Evdə çay yox idi. Heç yadımdan çıxıb çay da almamışam. Buradakı adnarazda çayda ondan dəmləmişdim. Nəsə, o deyil. Amma bu günlərim onsuz da heç nə yerində deyil. Ona görə bunu da ciddi almırıq. Bunu da yola veririk, gedir. Qocam stoldu. Yaxşıdır. Gedim, eybi yox. Bir istəkan çay içim. Bacı. Ondan sonra quraram ayağa. Buralarda yığışdırım. Sonra mənim yemək zat hazırlayım axşama. Ondan sonrasında da işte Allah kərimdir.